Əfələ yətədəbbərunəl Qur'an, Qur'ana baxıb düşünmürlər, tədəbbür eləmirlər Qur'an-ı Kərimi. Hamımızın başa düşəcəyi bir dənə ayədir Allah Teala. وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ. Əgər Qur'an-ı Kərim Allah'tan qeyri tərəfindən olsaydı, لَوَجَدُوا فِيهِ اِخْتِلَافًا كَثِيرًا. Mütləq orada çoxlu ixtilaflar görəcəklər. Hər insan öz kullu hizbin bimə lədeyhim fərihin. Allah Teala nə deyir? Hər bir dəstə özündə olanla fəxr eləyir. Hər bir ağıl sahibi öz ağlını düz görür. Öz zəkasını düz görür. Görürsünüz ucub gələn insanları. Ucub gəlib öz rəyini düz görür. Fikirləşir ki, o söz deyə bilər. O yaxşı idarə eləyə bilər. O yaxşı apara bilər dəstəni və s. Lakin Allah Teala eləyib ki, hamı hər şeyi qoysun kənara, gəlsin Allahın kitabına. وَاتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا. Hamılıqla Allahın ipindən möhkəm yapışın. Çünki xeyir bundadır. لَوَجَدُ فِي اِخْتِلَافًا كَثِيرًا. Yazılan kitablara baxsaz hərəsi bir cür. Hətta dinin içində ixtilaflar var nə qədər. Lakin Quran-ı Kərimdə ixtilaf yoxdur. Allah deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sən hidayət verənsən, bir ayədir ki, hidayət verən deyilsən. Bəzi adamlar deyir ki, Allah Teala kitabda ziddiyyət eləyir. Birində deyir hidayət verənsən, birində deyir verən deyilsən. Sən başa düşmürsən orada Allah Teala nə deyir? Necə Şeyx Ubeyd deyir? Kimdə var şübhə? İndə mən lə ilmə ləhu. O kəsdə ki, onun elmi yoxdur, başa düşmür. Allah Teala Peyğəmbər sallallahu əleyhi və səlləmə bir ayədə deyir ki, İnnəkə lətəhdi ilə sırat-ı müstəqim. Sən doğru yola yönəldənsən. Birində deyir ki, birində deyir ki, Allah Teala sən istədiyi hidayət verənməsən. Əmisi Abu Talib haqqında inin ayə. İnnəkə lətəhdi mən əhbəbutə. Və ləkinnə Allah yəhdi mən yəşə və huvə ə'ləmu bil muhtədin. Sən istədiyi hidayət verə bilməzsən, Allah istədiyinə hidayət verir. Allah hidayət onları yaxşı tanıyır. Alimlər deyirlər ki, birində odur ki, sən yönəldənsən, hidayət verənsən, yəni doğru yolu göstərib yönəldənsən, sənin göstərib yönəltdiyi qəbul etdirən Allah Teala'dır. Sən cəm eləyə bilmirsən ayəni, deyirsən ziddiyyət var. Ziddiyyət yoxdur. Hər şey kamildir Quran-ı Kərimdə. Niyə görürsün ki, Allahdandır? Allah Teala deyir ki, وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ. Əgər Allah tərəfindən, qeyrisi tərəfindən olsaydı, Allah tərəfindəndir deyə heç bir ixtilaf yoxdur.